Hər gün demək olar ki, maddi ehtiyaclarımızı qarşılamaq üçün müxtəlif alış-veriş yerlərinə, mağazalara üz tutmalı oluruq. Lakin ərzaq alarkən bir çox insan onun istehlak müddətinə nəzər yetirmir və nəticədə problemlər elə bundan sonra başlayır. Redaksiyamıza müraciət edən şikayətçi də qeyd edir ki, ötən gün fərdi mağazalardan birində içki alıb və evə gəldikdə aldığı məhsulun istifadə müddətinin 3 ay öncə bitdiyini görüb. Bu vəziyyətdə bəs müştəri nə edə bilər? Ümumiyyətlə, bu hallar qanunla necə tənzimlənir? Bu barədə TNS TV-nin suallarını hüquqşünas Əkrəm Həsənov cavablandırıb. İzləyək. Bu halda vətəndaş mağazaya da müraciət edib, malı geri qaytarılmasını tələb eləyə bilər. Eyni zamanda, yəni paralel, yəni vacib deyil ki, ayrı-ayrı. Prezident yanında anti-insar və istehlakçıların hüquqlarının müdafiəsi dövlət agentliyinə şikayət eləyə bilər və həmin agentlik cərimələməlidir sözü gedən mağazanı, yəni. Hətta məhkəməyə də verib vətəndaş ona vurulan maddi, əgər maddi ziyan da varsa, amma yəqin ki, malı qaytarsa maddi ziyan olmayacaq, mənəvi ziyan da var da burada vətəndaşın. Vaxt itirib, yəni əsəbləşib və s. Yəni bunları da vurulan zərərin əvəzini də tələb eləyə bilər. İndi mənəvi ziyanı vətəndaş özü qiymətləndirəcəkdir. İndi necə qiymətləndirəcək özü bilir.